Bugün Bakı şəhərindən Astaransın kəndinə yola düşürük. Bu səlyan vuran ürəyindən ala. Bu neçədir? Bu 5 manat kilo. Vay dada. Çörəyin dadı görüm nətər. Bismillah. Əsən nə sadə oğlansan, Sım kəndi şəlalələr kəndidir. Astaranı bir görən. Bu evdə dostlar qonaqpərvərlik yüksəkdir. Pulla yemək verməyi, süfrə açmayı siz bizə öyrədibsiniz. Nə gözəl, nə gözəl. Xəyallarım dağ, daş aşdı, kaş ayrılıq olmayaydı. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün Bakı şəhərindən Astaransın kəndinə yola düşürük. Ümumilikdə 277 kilometr yol qət edəcək. Baxaq görək, Astara rayonunda gəzməli, görməli hansı yerlər var, hansı ləzzətləri ovlayacaq. Yol üstüydür, baxdıq gördük, meyvə satırlar. Görək meyvə neçəyədir. Salam aleyküm. Kim aldım yeməyə, yolumuza... Qardaş bunu aşağı qiymət elə, hamısını götürür. Aşağı 40'a. Amma gərək ona da xeyr eləyər də, aşağı 40'a verir. Sen onu da 70 qəpiyə ver, götürüm hamısını. Götür. Allah xeyir. Allah xeyirlisin, çək. Çəkmişəm, hazırdır. 10 kilo budur, 8 kilo da budur. Allah sənin canını sağ eləsin. Hesabla. Bu nə qədər oldu? Vay, buna var. Yox, Allah razı olsun. Ofşi 1 manat. Astaranı bir görən heç vaxt onu unutmaz. Gördüyümüz kimi quru ağacı kəsirlər. Quru ağac quruyubdur, yol ki. Əslində lazımdır, çünki gələcəkdə təhlükə törədər deyə ən yaxşısı ağacı belə kəsmək daha faydalıdır, quru ağacları. Bu çörəyin dadı görüm nətərdir, bismillah. Dadlıdır, al səndəyi. Rəng vurmayı, çalış qızı süt çayı çay. Artıq çörəyi aldıq, çörəkdən yeyə-yeyə yolumuza davam edirik, Sım kəndinə doğru. Zəng vurdım Ruslan qardaşa, onlarda Sım kəndinə qalmaq üçün gözəl ev var. Hətta dedi, çay dəstgahı hazırlayırıq. Qiymət haqqında da sizə geniş və ətraflı məlumat verəcəm. Telefon nömrəsindən əlaqə saxlayıb, mənim kimi əvvəlcədən bildirəcəksiniz, qalmaq üçün gözəl yerlər ayıracaqlar sizlər üçün. Bunu da qeyd edim ki, Ulduz filminin bir səhnəsi məhz bizim olduğumuz bu plantasiyada çəkilmişdir. Çalış qızı süt çayı çay. Buyurun Ulduz xanım. Rəng vurmayı, çalış qızı süt Biz sizə qulaq asırıq. Bu Azərbaycan çayıdır. Azərbaycan çayı. Çay yarpaqlarını yığmağa başlayanda əvvəl onun çiçək açan hissəsini ehtiyatla yığırıq. Bilə-bilə, sən isə gülə-gülə məni gözlədin, əzizlədin. Gözəl oğlan, nə satırsan? Baldır, mandalindir, fəxva da verəcək. Bal neçədir, mandarin neçədir, foyaxa neçədir? Düşkə bura qiymətləşək. Dağal güllər, o elə Deməli, dedim düşək nəsə baxaq. Adın nədir? Adım Loğmandır. Adı Loğmandır, maşallah olsun Loğman. Ticarətlə məşğulsan. Maşallah, dərsləri nətər oxursan? Belə də normal. Bunu da yaxşı oxu da. Bal neçədir? Bal 30 manat. Bu nədir? O turşudur, alça turşusu. Afərin, bu? O da ondan, alça turşusu. Bəs bu? O da ondan. Bu. Mandarin neçədir? Mandalin 1 manat, kilosu. Bəs foyaxa? Fəxva da 1 manat. Yaxşı, mən limon. Limon işinə pulsuz. Niyə? Əsən nə sadə oğlansan, Sən can qur. Mən heç zat almasam da sən Problem deyil. nəsə verib gedəcəm. Ay, Qiymətlərini denə bir dənə. Bal 30 manata aday. Turşu 10 manat, bu isə 3 manata biri.
biri dadlıdır. Bəli, ləvənginə qatırlar bunu. Bu yaxşıdır, o biri. Hamısı bir jilədir, Bu neçədir? 3 manat. Yaxşı. Bismillah. 5 manat verim, üstü qalsın sənə. Sağ ol, bazar olsun. Ürək sən, ürək. Hadi, görüşərik, çox sağ ol. Sım kəndindən çatdıq. Yaxşı xəbərlərdən biri odur ki, Sım kəndinə asfalt çəkirlər. Həm də bu yüksəklikdə dağ kəndidir. Belə bir yerdə asfaltın olmağı, asfaltın çəkilməsi maşallah olsun, təqdirə layiqdir. Ümumiyyətlə, turizmin inkişafı üçün ən vacib məsələlərdən biri yoldur. Sım kəndi turizm üçün ən əlverişli kəndlərdən biridir. Həm insanları mehriban, qonaqpərvər, Sım kəndi şəlalələr kəndidir. Astaranı bir görən heç vaxt onu unutmaz. Mən gəldim salam ilə, nazını bilə bilə. Sən isə gülə gülə məni gözlədin, əzizlədin. Odunlar məni gözləyir, yoxsa? Ola bilər səni gözləyir, qardaşımsan da. Hadi. Bacı, biskviti təzə bişirmişsən, Bəli, ha? bəli, buyur. Bismillah. Dadın, yemək hazırdır. Nəzər salsaq bir 10 il əvvələ, şəraitimiz yox idi əvvəl. Nə yaxşı yolumuz vardı. İndi şükür Allaha, yəni Allah prezident bizə can sağlığı versin. Ay yeni asfalt çəkir. 7-8 ildir kəndimizdə modulitli, yəni bütün standartlara cavab verən məktəbimiz var. Wi-Fi çəkilib, internet xətti çəkilib. Əvvəl açıb da deyim ki, nə isə paylaşmaq istəyəndə internet, hər hansı bir dağın başına çıxırdın ki, internet gəlsin. İndi evində oturmuşsan rahat-rahatı paylaşımını edirsən. Ümumiyyətlə, kəndçilərdə təsərrüfatla məşğul, amma gərək hər şeydən vacib ümumi məlumat verim ki, bu yolu əvvəl çox əziyyət çəkirdik gəlmək, indi rahat. Bu ayrı. Qonaqlarınız gələrkən bildiyim qədər ilk olaraq çay süfrəsi verirsiniz və ya qonağın sifarişinə görə ki, biz acıq, birbaşa yemək yeyəcəyik. Belə bir çay süfrəsi neçə olur? Belə bir çay süfrəsi, ümumiyyətlə bizim süfrəmiz çox zəngindir, belə deyək. Məsəl üçün 4 nəfər üçün, misal üçün götürsək əgər, bir nəfər üçün 5 manatdan götürülür. Samvar çayı, mürəbbəsi, bir mürəbbə veririk, limonu, qəndi və bal da veririk, doşabı da veririk. Bir nəfər üçün 5 manat standart qiymət hesablanır. Amma ki, onun qiyməti dəyişə də bilir. Adam sayı artdıqca və müştərinin verdiyi sifarişə uyğun olaraq. Bu evdə, dostlar, qonaqpərvərlik yüksəkdir. Bir də baxarsan ki, Aliyə bacı nəsə bir şey də bişirib gətirib qoyub. Ən əsas odur ki, yerli turizmin inkişafı, təbii və doğal bir xidmət, ən əsası mehriban bir ailə vardır. Son dövrdə də turizmin inkişafı dövründəki buradakı təzə turizm xətti açılıdır. Onda İlqar müəllim, Lənkəran turizm direktoru və başqa turizm işçiləri, yəni agentlikdən tərəfindən onlar gələndə mən hətta onlara arada belə bir söz deyirəm. Deyirəm ki, pulla yemək verməyi, süfrə açmayı siz bizə öyrədibsiniz. Doğrudan bu belədir. Çünki biz əvvəllər əgər ailəmizə 40 nəfərdə, 50 nəfərdə qonaq gəlsəydi, məsələn, biz ata evində olanda ata müəllim idi, qonağı gəlirdi 50 nəfər. Buraya da gəlin köçəndən sonra burada belə olub, qonaq qaralı bir ev olub. Çünki burada oğlan sayı çox olduğu üçün bunlar qonağı çox qəbul edirdilər. Bibim də ki sağ olsun, o da ki yemək bişirməkdə ustad idi. Qonaq qarşılamaq ayrı bir mövzudur. Biz ailəcə burada gəlmişik. O qonaq kimi gəlmişik. Bəli, başa düşdüm. Biznes yanaşması ayrı bir şeydir. Bəli. Ailənin ayaqda durması üçün ya gedib siz hansısa bir təsərrüfat işi və ya başqa işdə işləməlisiniz və ya evinizin içində özünüzün kiçik, balaca bir biznesinizi qursun. Və dünyanın hər yerində, İtaliyada, Avropada ümumiyyətlə belə üslubda çox yerlər vardır. Mən təqdir edirəm və çox bəyənirəm. Qonaq ayrıdır, qonaq
Düzdür. Turist gələn kimi də fərqi yoxdur, qonaqdır. Amma bir də var, ailə qonağı. Bəli, bəli. Ailə qonağı ayrı şeydir, qapı hər zaman Bəli, açıqdır. bəli. Bu evdə tonlarla duz çörək kəsilibdir. Deməli o vaxtı biz onlar qalanda ruslar 6 nəfər idi. 2 gün aldılar. Yeməyə aparıb belə verirdi havayı. O vaxt çöl söhbət yox idi. Sonralar bir dostum gəldi, Çexiyalı səfirlikdə işləyir Bakıda. Elə bu evdə bu stolda oturdu, yeməyi, zat hamısı yedilər. Dedi ki puludur. O şeyin xərcladı, puluma yemək deyə bilmədim. Bax, fakt olan şeydir, Allah haqqdır. Deyə bilmədim. Axırda belə bir 2 dənə karobka şokoladı vardı, Belçikanın şokoladı. Dedi ki, məsələn, bunu hədiyyə götür. Onu götürdüm, düzün deyərəm. Bax, indi yemək deyirəm qonağa, söz yox. Onda deyə bilmirdim. Xəcaldı. Biz deyək ki, Amma onu da görməmişdik. deyim ki, amma üzr istəyirəm Ruslandan, amma onu da deyim ki, həmin Çexiyalı ki, qonaq gəlmişdi, Allah canına dəyməsin. O, düzdür, yəni bizim dilimizə mənsub adam olmasa da, amma o qardaş deməyə layiq bir insandır. Çay çay çay, ətirli çay çay çay. Qardaşım, siz başlayın yemək yeməyə. Artıq siz yoldan gəlibsiz. Allah Neçə razı saat olsun. bundan əvvəl bilirəm ki, artıq Acmışıq. əlbəttə. Çünki Allah razı olsun. yemək hazır idi. Sadəcə Bu yemək haqqında bir məlumat alaq, sonra bismillah eləyək. Bu nə yeməkdir? bu bizdə döşəmə plov. Yəni bizdə bizim dilimizlə desək dəçiniyə plov. Yəni ki, üst-üstə yığılır. Yemək, ət. Yəni talış dilincə dəçinə. Dəçiniyə plov. Nədir tərkibində? Ət, cücə görürsüz də toyuq Bəli, əti, kənd kənd toyuğu, soğan, bolluca soğan, ədviyyatlardan sarı kök ola bilər, sonra zəfəran ola bilər və qurudulmuş meyvələr, quru alça və quru gavalı. Yaxşı, quru alça və cavalı. Mənə maraqlıdır ki, bunun əvvəl toyuq qaynadıb bişirirsiniz. Əslində bunun əsas bişirmə metodu necədir? Gərək heç toyuğu qaynatmayaq, hələ qarışdıraq onu. Soğanı bolluca doğradıqdan sonra cücəni də doğrayırıq və qarışdırırıq buna, qoyuruq, biraz qalır. O quru meyvələri sonradan da tökmək olar. Bilirsiniz ki, o Bəli, hazır. islaha qoymaq lazım deyil. Amma mən isə düyünü də qaynadıram. Onu da toyuğu əvvəl biraz qaynadıb suyunu atıram. Çünki mən suyu istifadə eləmirəm, çünki az qaynadıram. Və bir üzünü bir damcı qızardıram ki, çünki plov artıq hazırdır və onu yığıram qazana. Üstünə də süzülmüş düyünü boşaldıram. Və O bişirmə orada. O bişir. Soğan görürsüz, soğan görünmür. Qalma. Soğan da bişib, ətin də o bir üzü yaxşıca qızarır. Niyə? Mən iştahım artdı. Bismillah eləyək. Buyurun. Amma yemək yaxşı. Bəli, ətdən bulluca götürün ki, yeyin. Yox, Ruslan müəllim imkan verir, biz ət götürək. Nə bəsdir, bu filetəsundan biraz yeyəcəm, bəsdir. Buyurun. Bismillah. Bu arada plov çox dadlıdır. O fərqli meyvə, alça qurusu filan ayrı bir dad verib. Soğan ayrı bir dad verib. Əllərə sağlıq. Çox gözəl bişirmisən. Allah elminizə, ömrünüzə, malınıza, mülkünüzə bərəkət versin, sağlığınıza bərəkət versin. Allah razı olsun. Cümləmizə. Gün olsa rüzgarın toyunda aş yeyək. Amin. İnşallah. Amin ya Rabbi. Yeməklərimizi yedikdən sonra çay süfrəsində mütləq sizinlə birgə olacaq. Odun sobasının üzərində çaydanın həzin səsi və eyni zamanda Aliyə xanımın gözəl şeirləri ilə birgə olacaq. Ona görə çay süfrəsində bir yerdə olarıq. Kimin ağrıyır canı? Ay Rüzgar, mən şoka girdim, oturdum. Al, süz. Min bir dərdin dərmanı, çay çay çay. İstəyərəm ki, Aliyə xanım, o qədər gözəl şeirlərinizi bir gözəl kitablarda dərc olun. Yəni daha böyük kitablarda və insanlar kitab oxumaq mədəniyyətini daha da inkişaf etdirsələr yaxşı olur düşünürəm. İstəyərdik bir şeirinizi eşidək, biz də çayımızı içək. Ana, çayı mən süzdüm. Sən də mənim istədiyim şeiri oxudu. Allah Taala bütün valideynləri
dünyadan köçmüş valideynləri rəhmət etsin. Qalanlara da can sağlığı arzulayıram. Çünki valideyn böyük qüvvədir ailədə. Kaş ayrılıq olmayaydı. Sənsiz ürək boş saraydı. Uçsuz susuz bir səhradır. Ləpələnmiş bir dəryadır. Dalğalar məni odaydı. Kaş ayrılıq olmayaydı. Yaşıl geyər yazda meşə, açar nərgiz, gül bənövşə. Bülbül tapar gizlin guşə, eşidilər qəm fəryadı. Kaş ayrılıq olmayaydı. Cadar olar ağız, dudaq, sevinç gülüş düşər yasaq. Olsam əgər səndən uzaq, bunlar qəmli bir xəyaldır. Kaş ayrılıq olmayaydı. Tale bizi sınayırmı, pozacaqmı peymanımı, soldurarmı gül bağımı, qəhər boğaza tıxandı, kaş ayrılıq olmayaydı. Həyat bir qəm nəğməsiymiş, qəm qəlbimdə şölələnmiş, tale məndən üz döndərmiş, qismət alın yazısıdır, kaş ayrılıq olmayaydı. Bulud kimi dolub gözüm, qalanıbdır qəlbdə sözüm, Tanrım versin mənə dözüm, ah, durnalar qatarlaşdı, kaş ayrılıq olmayaydı. Dilimdə bir vurğudur, ah, gətirmişdim sənə pənah, mən mi etdim söylə günah, xəyallarım dağ, daş aşdı, kaş ayrılıq olmayaydı. Aliyə nələr söyləyir, doğru düzgün kəlmə seçir, qəlbi çiçək tək kövrəkdir, qəm görən tək yay ayazdı, kaş ayrılıq olmayaydı, kaş ayrılıq olmayaydı. Bir dənə də qəşəng şeir olsa sevinərik. Duası zülməti nura döndərir. Çünki duasına nur qüvvət verir. Köksündə arzudan min çiçək bitir. Arzusuz yaşamaz ana ürəyi. Daima narahat döyünüb qəlbi, ağrı da, acı da çəkən o qəlbdir. Övladın qəmini öz dərdi bildi. Fədakar yaranıb ana ürəyi. Övladı əziyyət çəkməsin deyə, hər çətin əməyi düzüb ürəyə, alışıb özünü şən göstərməyə, gizlincə ağlayar ana ürəyi. Səni xəstə görsə, solar çiçək tək, o yanar şam kimi əriyər mum tək. Ömrünü yolunda qurban verəcək, nurdan bəzədilib ana ürəyi. Dünyanın xoşbəxti bildi özünü, Tanrı dərgahına tutdu üzünü, dodaq pıçıldadı şükür sözünü, səni şad görəndə ana ürəyi. Qədəmi dəyən yer cənnət sayılıb, bu söz paklığına qiymət ayrılıb. Ana bu kəlməni haqdan qazanıb, halallıq rəhlidir ana ürəyi. Halallıq rəhlidir ana ürəyi. Elə söhbətlər, elə mövzular var ki, bəzən kamera arxasında o söhbət daha da maraqlı olur. İndi isə birazdan bir çayımızı içək, meyvəmizi yeyək, şirin söhbətimizi edək, sonra dincələcək ki, sabah bizi baxaq görək nə gözləyir. Deməli, dostlar, bu arada sabahınız xeyirli olsun, gününüz xeyirli olsun. Gözəl yaptı, çox gözəl. İnan ki, səhər yuxudan insan ayılmaq belə istəmirdi. Dünən çox yorulmuşduq və o qədər maraqlı oldu. Odun peçin yanında yatmağın da ayrı gözəlliyi var idi. Səhər durduq, həyəti gəzdik, rüzgar xoruzu tutdu və İndi səhər yeməyi yeyirik, sonra yeməyimizi hazırlayacaq. Bu arada Rüzgar bəy xaricdən olan qonaqlar gəlib, onları gəzintiyə aparıb. Buna görə burada yoxdur. Biz isə baş-başa səhər yeməyi yeyirik. Mən bacım səhər-səhər bir şeir deyərmi, yoxsa deməz? Sam haqqında yazdığım bir nağıllı dünyadırsam şeirindən daha tam yox. Çünki genişdir. Bütün gün boyu siz şeirə qulaq asmalı olacaqsınız onda. Şeirin əvvəlini və sonunu söyləyəcəyim. Bir nağıllı dünyadırsın. İgidlərə arxa durub, dayaq olub uca dağlar. Bu torpaqdan pöhrələnib, mərd oğullar, qəhrəmanlar. Hər dağın da, hər daşın da rəvayəti nağılı var. Çöllərində cüyür gəzər, pələng, bəbir ayı yatar. Əl çatmayan zirvəsində tərlan, qartal yuva qurar.
Dumduru buz bulaqları zümrüd kimi parıldayır. Mənbəyini dağ döşündən alan çaylar guruldayır. Qayalara çırpınan su elə bil ki, haray salır. Mışıltısı, zümzüməsi xoş duyğu tək ürək açır. Suların da həm çağlayan, həm də yatan anları var. Əzəl gündən bəlkə kənd yox, kəhkəşanlı diyar olub. Deyirlər ki, ilk sakini ulu bir şəxs Şeyx Sam olub. Ucaqları, türbələri hər dərdiyə dayaq olub. Axın-axın insan gəlib, qocasıma mehman olub. Hər qonağı, dost yoldaşı, göz bəbəyi tək qoruyar. Sam adıdır dəyişərək, qoca Sam adını alıb, keçmişlərdən süzülərək yaddaşlarda lövbər salıb. Neçə-neçə abidələr keçmişdən yadigar qalıb. Balqayanın, padşah daşın, neçə canlı dastanı var. Gür sulardan cilvələnib borla saçlı şəlalələr, vərəqləyir min naxışlı könül açan mənzərələr, köpüklənən saf incə su söyləyərək şən nəğmələr, sanki o an mələk qızlar ağ örpəyi yelləyirlər qanadını gərən zaman su üzündə yaşıl başlar. At üstündə, duvaq altda, daşa dönmüş gəlin durur. Kök üstündə qabağını alır dəstə, qaçaq, quldur. El uymağın yalvarışı göyə çatır, ərşə durur. Gəlin tezcə daşa dönür, ləyaqəti o qoruyur. Rəvayətlər danışarkən axılların gözü ağlar. Bal qayası, məclis qurub, xunça tutub, aya günə. Dağ nanədən, çiyələkdən bəzək vurub süfrəsinə. Çiçəklərin üstündə Şeyh Nur siləyir çöhrəsinə. Tamaşa et, sal daşlığı iki bölən kəhrizinə. Göz önündə neçə nağıl, əfsanələr canlandırar. Son bəndini unuttum. Ən gözəl bənd o idi. Amma hamısı gözəldir. Allah köməyiniz olsun. Dildən unuduram. Elə bir damla damla yazsın. Gülə gülə məni gözlədi, nəzizlədi. Mən gəldim salam ilə, nazını bilə bilə. Sən isə gülə gülə məni gözlədi, nəzizlədi. Mən gəldim salam ilə, nazını. Demək biz səhər yeməyimizi yeyək, ondan sonra yemək hazırlayacaq, ocaq başında yeməklər bişirəcək. Buna görə ocaq başında görüşərik. Uşaq gec alınar deyə, bax yeri sizə göstəreyim də necə. Biz burada xurmanı burada əzirik. Burada əzirsiniz. Burada əzirik. Yəni keçmişdə onu yalın ayaqla da eləyiblər, amma mən təmiz çəkmə almışam. Çəkmə. Təmiz çəkmə ilə burada xurmanı əzirəm. İndi hal-hazırda yoxdur, amma yəni belə göstərə bilərəm. Xurmanı burada əzirəm. Bax burada süzgəc əvəzi görürsüz ot qoymuşam. Ot qoymuşam ağacın dibinə. Yəni ki, buradan su süzüləndə bax hazır bunlar qalıblar burada. Ki xurmaya mən ocaq təmiz ocaq külü qarışdırıram. Hər külü də xurmaya qatmaq olmur. Meyvəsi yeyilən ağacdan olmalıdır. Əgər əlavə ağac gətirirsə, ya rəzzar olmalıdır, ya da ki, yalancı quz. Yəni, acı olmasın. Elə adam var ki, sual oluna bilər ki, kül duşabı acı etmirmi? Əgər kül yaxşı küldürsə, dediyim ağaclardandırsa, yox, acı etmir. Həmən suyu götürürəm və yenidən onu qoyub, suyu burada qablarda, böyük qablarda qoyuram və o suyun dibi çökür. Nə ki, qırqırıntı var, dibi çökür və üstündən təmiz suyu götürürəm. Yenidən süzüb, qaynamağı qoyuram. O 3-4 saat sərasər ocaq yanmalıdır. Ocaq yanandan sonra duşab hazır olur. Demək, əvvəl layanı qoyduq, sonra əvvəlcədən hazırlamış bəkməzi və doşab da deyilək. Doşabı, bəli. Ora əlavə edib, bismillah. Bəli, indi mən onu biraz üzr istəyirəm, qarışdırıram. Bəli. Əzgin gözəl meyvədir, amma dənəsi biraz böyük.
Bəli, mən dediyim bayaqki kimi bu Duşabdan aldığım, bu ilk məhsuldan aldığım görürsüz, həmən bu formanı alır. Yəni məddir bu. O indi sonra nə olacaq? Qaralacaq da. Yox, yenə qaralmaz. Yox, hələ bu rəngdə qalacaq. Belə mi? Köpülü kimi. Bu kök deyil ki, bəli, bu belə. Bax, görsən, biraz da indi suyandan sonra bərkiyər. Bəli, hazır Duşabdan, gördüyünüz kimi hazır Duşabdan mən bunu belə çox sakit ocaqda çox qarışdırdım və bu məd dediyimiz məd məhsulu alındı. Məd məhsulu artıq hazırdır. O qədər qaynadırıq ki, artıq qara xətlər görünməməlidir. Artıq məd hazırdır. Sizdə məd deyirlər. Bizdə buna məd deyirlər. Artıq bizim mədimiz hazırdır. O qədər qarışdırdım ki, qaydasında. Yəni, bunu o qədər qarışdırmaq lazım idi ki, sakit ocaqda və məd hazırdır. Suyanacan burada saxlayarıq, bu biraz da bərkiyər. Bu hələ bu halı bərkdir, amma biraz da bərkiyər. Bax, bu hazırlandı, gördünüz mü? Bax. Bunu bacım hazırladı. Bax. Görsən? Bax. Əgər, məsələn, başqa bir yemək istəyiriksə, hazırlayaq. Duşabın bu qaydasını qoyarıq. O da az, amma bu rəngi almadan içinə belə ləpələri bir damcı əzib tökərik. Biraz qarışdırarıq, o bişər içində. Ona kıncinə deyirlər. O daha dadlı və daha, elə bil ki, duşabın, ləpə ilə duşabın dadı bir-birinə qarışanda tam başqa fərqli bir dad alınır. Daşı oyatmaz. Bax, gördüyünüz kimi, bax bu düyü, bax bu sarı köklə birgə suda qaynadılır. Bişibdir. Sonra lərgəni gətiririk. Lərgə dediyimiz nədir? Lərgə dedik, əkində şeydən, lərgə bilmirsiniz. Noxuddur. Noxud kimi bir şeydir. O da noxuda... Dənli bitkilər. Bəli, iki ləpəli bitkilərdən. Tökə azdır, çox eləyərdir. Çox var idi, gətirərəm. Düyü çoxdur, bu ondan da azdır. Gətirərəm onu da. Bismillah. Bəli, onu da gətirərəm, qataram. İnək yağı əlavə. Bəli, inək yağı əlavə elədim buna. Çünki bunun da əsas bilirsiniz də, sizə izah etmək lazım deyil. Siz bunu görən kimi bilirsiniz ki, bəli, nehrə yağı. Əsl nehrə yağı, bəli. İndi biz bunu dəmdə saxlayaq. Qoyaq qırağa dəm açın, ona can toyuğumuzu pişirməyə başlayaq. Limondan, portakaldan, gətir bir qonaq payı. Deməli, noxudu da gətirdin və əlavə edəcək bunu. Bu arada bildirmək istəyirəm ki, Rüzgar turistlər var idi, qonaqlar vardı. Onlarla Sım kəndini yaxından tanış etmək üçün gəzintiyə çıxarmışdı və gəldilər. Və qonaqlar gəlməkdə olsun, biz də yeməyi bişirməkdə. Buyur. Noxudu əlavə edirik. Buyur. Yağ da əriyir. Əlavə edirik, bəli. Aleyküm salam, xoş gəldiniz. Necəsiniz? Sım necə təəssürat bəxş elədi qonaqlara? Çox gözəl. Plova noxudu və lərgəni əlavə etdik. Əsas işin qəhrəmanı Aliyə xanımdır. Beləliklə, bax, gördünüzmü? Tavaya düzənə əlavə etdik, suya əlavə etdik və bişməyə qoyduq. Ocağımız güclü olduğu üçün buna əlavə etdik. Bəli, dəmiri qoydum ki... İndi yağ əlavə edirik. Bismillah. Nehrə yağı. Gözlədin, əzizlədin, məni gözlədin. Toyağı bir burum qaynatdıq, suyunu atdıq. Atdıqdan sonra biz nə etdik? Toyuq təzdən qoyduq, duz vurduq və həyətdə istifadə etdik, biber qurusu da əlavə etdik. Sonra isə tavaya yağın içərisinə əlavə edirik. Bismillah. Biraz qızarandan sonra su əlavə edəcək.
hiç vaxt onu unutmaz. Astaranı bir görən, hiç vaxt onu unutmaz. Deməli dostlar, məlumat üçün bildirim bax. Qozu bura əlavə etdik. Əlavə etdikdən sonra biz bu daşla, bax bu daşla qozu indi bu qabda qozu əzəcəyik. Buyurun. Talış qızı süt çayı, çayın kürək vurmayı. Talış qızı süt çayı, çayın kürək vurmayı. Limondan portakalıdan gətir bir qonaq payı. Limondan portakalıdan gətir bir qonaq payı. Bismillah. Ay yox. Bismillah. Bax. Nehrə yağı ayrı bir dad verir. Əlbəttə elə olur. İndi bunu Hə, qarışdırıq, yağa bəli. düşür. Qızarılmış soğan da əvvəlcədən qızardı. Kərə yağında hazırdır. Bu da göyərtisidir. Cəfəri. Sadəcə cəfəri. Başqa göyərti qaralar. Aha. Yanıb qaralar. Amma cəfəri onun əsas. Yeməyin adı nədir? Adını demə. Murğu turş. Murğu turş. Eləmi? Bəli, murğu turşdur bunun adı. İndi isə qozu əlavə etdik. Əvvəlcədən döyülmüş qozu əlavə edirik. Düzdür? Bəli. Üstünə də su əlavə edirik. Bismillah. Bu həm qaynayacaq, həm də qaynaya da qızaracaq. Bu da abqoradır. Bizim əllə. Özünü hazırlamış. Bəli, dadına baxaram da mən az sonra. Baxarsınız, bəli, baxarsınız. Bax görürsünüz necə şəffafdır, necə gözəldir. Az olmadı abqorası. Baxarıq da onu yoxlayarıq. O nə qədər çox olanda o qədər dad deyil. Bugünkü yeməyimiz murğu turşdur. Yəni xoruz ətindən hazırlanmış murğu turş. Tərkibində bir ədəd xoruz. Xoruzu qəşəng kəsdik, tükünü yolduq və doğradıq. Doğradıqdan sonra bir burum qaynadıb suyunu atdıq və sonra əsl nehrə yağına xoruzun tikələrini əlavə etdik. Gördüyünüz kimi qovurduq. Qovurduqdan sonra içərisinə qızarılmış soğan və ya soğanla birgə də qızarda bilərsiniz. Əslində soğanla bir yerdə qızarılmalıdır. Ondan sonra göyərtini əlavə etdik, cəfərini əlavə etdik və döyülmüş qoz əlavə etdik. Duz, istot, biber və ya damaq zövqünüzə uyğun olaraq əlavə edirsiniz. Sonra isə abqora əlavə edirsiniz. Bəzi insanlar nar əzməsi də əlavə edir, amma abqora da əlavə olunur. Ondan sonra 2 stəkan su əlavə etdik, ağzını kip şəkildə örtdük. Bismillah dedik, bişirməyə qoyduq, Allah utandırmasın dedik. Nazını bilə, sən isə gülə, məni gözlədin, əzizlədin. Yeməyimiz hazır oldu, masaya qoyduq. İndi turpu hazırlayırıq. Ruslan bəy də yatmışdı, yuxudan durub gəlib. Əsas işin başçısı sizsiz. Yox, nə danışırsan? Ay ana, bəs. Bismillah. Bunu da üstünə, bəli, buyur götür. Bəs, Allah razı olsun. Qoy bunu sosundan. Qoy sosundan da qoyaq ki, çünki baxan da deməsin ki, bax içində nə var idi? Bax içində bunlar var idi. Axır artıq biz bunları göstərmişik. Bu da Sana günə bilərəm. Nə gözəl, nə gözəl. Beləliklə biz bugün
Gün boyu Sımda olduq və gözəl anlar yaşadıq. Allah hər birinizə gözəl bu anlar yaşamaq da nəsib etsin. Ləzzətli təamlar ovladıq. Gözəl istirahət etdik. Gəzməli, görməli yerlərlə tanış olduq. Biz Əliyevlərin evlərinin qonağı olduq. Ruslan qardaş, Aliyə bacım və Rüzgar qardaşım. Çox gözəl vaxtımız keçdi. Biz sizə təşəkkür edirik. Allah sizdən razı olsun. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Bu arada bu gözəl evdə qalmaq istəyirsinizsə, bu gözəl evdə ləzzətləri ovlamaq istəyirsinizsə, Rüzgarın evi Instagram səhifəsindən izləyə bilərsiniz. Telefon nömrəsini isə Rüzgar bəy desin. 050 802 63 04 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sizin əməyiniz bir daha burada çoxdur. Yox, estağfurullah. Allah sizə can sağlığı versin, Allah sizə ömür versin, yolunuz həmişə açıq olsun. Sağ ol. Əzizlədi, məni gözlədi.